Qeybətin tərifi haqqında əlimizdə açıq-aydın nas mövcuddur. Qeybətin tərifi haqqında, yəni qeybət nədir? Əlimizdə açıq-aydın nas mövcuddur. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, qardaşın barədə onun xoşlamadığı şeyi, ikrah etdiyi şeyi danışmaqdır. Sən yoxsan özün, mən sənin barəndə söhbət edirəm. Və sən eşitsən onu, mən danışdığım şeyi sənin haqqında. Sən onu istəməyəcəksən, xoşlamırsan. Yəni, necə deyirlər, dalınca danışıram sənin. Pis şeylər, sən xoşlamadığın şeyləri mən sənin dalınca danışıram. Bunu Allah subhanahu və teala Qur'anda açıq-aydın şəkildə qadağan edib. وَلَا يَغْتَبْ بَعْدُكُمْ بَعْضًا Biri-birinizin qeybətini etməyin. Rəbbimiz qadağan edib, subhanallah. Biri-birinizin qeybətini etməyin. Ona görə alimlər deyirlər ki, səhi görüşə görə, səhi qeybət etmək böyük günahların sırasındadır. Allahu akbar. Böyük günahların sırasındadır, nə kimi fayda verir? Nə öyrədir bizə? Sənin namazların, orucların, zikirlərin onu kəffarə etmir. Başa düşdün? Yəni, kiçik günah olsaydı, sənin qıldığın namazlar yoxdur, tutduğun oruclar, ibadətlər, salih əməllər, kiçik günahlara kəffarədir. Nas mövcuddur. Günahlarımıza kəffarədir, kiçik günahlara, salih əməllər. Amma qeybət böyük günah olduğu üçün sənin salih əməllərin o günahlara kəffarə olmur. Bu cəhətdən təhlükədir. Özdə böyük təhlükədir. Biri soruşa bilər ki, Rəşad qardaş, qeybətin böyük günah olması hardan bilinir? Nə deyəcəksən? O, alimlər deyirlər ki, Allah subhanahu və teala qeybət barəsində deyəndə deyir ki, Əyuhibbu əhədukum ən yəkulə ləhmə əxihi meytən fəkərihtumuhu Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyər. Ölmüş qardaşının ətini. Sən, məsələn, insan ölüb, meyyiddir, leş, onun ətini yemək. Böyük günahdır yoxsa yox, böyük günahdır. Leş əti yemək, subhanallah. Ona bənzədib Allah. Deməli, qeybət böyük günahdır, buradan tutublar. Halbuki siz ondan iyrənirsiniz, siz onu xoşlamırsınız, deyir Allah subhanahu və teala.